Salam əziz abituriyentlər, mən Elşad Həsənov, kanalımıza xoş gəlmisiniz. Bugünkü videomuz, dərsimiz molekulyar kinetik nəzəriyyədir. Molekulyar kinetik nəzəriyyə nədir? Biz bu günə qədər cisimlərdən danışırdıq, cisimlərin hərəkətindən danışırdıq, cisimlər hərəkət edir, sürətini tapırdıq, getdiyi yol tapırdıq. İndi isə bu bölmədə, molekulyar kinetik nəzəriyyə bölməsində cisimlərin daxili quruluşundan danışacağıq. Cisimlər nədən təşkil olunur, onları təşkil edən zərrəciklər necə hərəkət edir və s. bax bunlardan danışacağıq. Deməli, cisimlərin daxili quruluşunu, onların istil hərəkətini öyrənən bölmə molekulyar kinetik nəzəriyyə bölməsidir. Molekulyar kinetik nəzəriyyənin əsas 3 dənə müddəası var. Müddəa, yəni 3 dənə əsas qanunu var. Birinci, bütün maddələr atom və molekullardan təşkil olunmuşdur. Həmən atom və molekullar daim nizamsız xaotik hərəkətdədir. Üçüncü, atom və molekullar arasında cazibə və itələmə xarakterli qüvvələr mövcuddur. Bu, molekulyar kinetik nəzəriyyə müddəalarını təsdiq edən bəzi qaydalar, qanunlar vardır. Məsəl üçün, Brown hərəkəti var. Brown hərəkəti nədir? Qaz və mayelərdə asılı halda olan yad hissəciklərin nizamsız hərəkəti Brown hərəkəti adlanır. Brown hərəkətinin intensivliyi var. Brown hərəkətinin intensivliyi asılıdır Brown hissəciyin ölçüsündən, mayenin temperaturundan, mayenin növündən asılıdır. Sonra molekulyar kinetik nəzəriyyə müddəalarını yoxlayan nəzəriyyədən biri diffuziya hadisəsidir. Diffuziya nədir? Maddə molekullarının başqa bir maddə molekullarına nüfuz etməsi, qarışması, təmasda olan başqa maddə molekullarına qarışması, yayılması diffuziya adlanır. Məsəl üçün, deyək ki, otağa bir ətir sıxsaq, həmən ətir molekullar otaqdakı olan hava molekullarına nüfuz eləyər, qarışar və arxaya gedib, ləb uzaq nöqtələrə gedib onun iyi çıxmış ola bilər. Və yaxud da mayelərdə diffuziya müşahidə edə bilərik. Şəffaf bir suya biz bir rəng atsaq və qarışırsaq, o su orada neyniyər, qarışar, diffuziya eləyər. Və yaxud da acı atma çaylar olur da, biz onu qaynar suya salıb balaca sirkələdikdə atma çayın, həmən o çayın boyası bütün çaya yayılmış olur. Bax, bu hadisə diffuziyadır. Diffuziyanın yayılma sürəti nədən asılıdır uşaqlar? Diffuziyanın yayılma sürəti təbii ki, temperaturdan asılıdır. İsti suda diffuziya daha sürətli, soyuq suda diffuziya daha ləng baş verər. Mayenin növündən asılıdır diffuziyanın sürəti. Əsas, yəni temperaturdan və mayenin növündən asılılığı var diffuziyanın sürətinin. Təbii ki, diffuziya bərk maddələrdə də, qazlarda da və mayelərdə də, üçündə də baş verir. Amma diffuziya ən çox yayılma sürəti olaraq qazlardadır, sonra mayelərdə, ən az da bərk cisimlərdədir. Qazlarda niyə diffuziyanın yayılma sürəti daha çoxdur? Çünki qaz molekullar arasındakı boşluqlar çoxdur. Ona görə də nüfuz etmə, yayılma daha sürətli baş verir. Amma bərk cisimlərdə molekullar arasındakı, atomlar arasındakı boşluqlar daha az olduğu üçün orada diffuziyanın yayılması daha ləng baş verə bilir. İndi şagirdlər, deməli, mən sizə maddə miqdarından danışacağım. Əslində, bu bölməmiz bir balaca kimyanın da əlaqəlidir. Maddə miqdarı nədir? Maddə miqdarı ümumiyyətlə nü hərfi ilə işarə edirik. Nü bərabərdir. N bölünsün NA şəklində biz maddə miqdarının düsturunu təyin edə bilərik. N bölünsün NA. Burada nü maddə miqdarıdır. N molekulların sayıdır. Na isə Avogadro sabitidir. Avogadro sabiti 1 mol maddədə olan molekulların belə deyək sayını göstərir. Maddə miqdarının vahidi mol qəbul olunmuşdur. Mol. Və maddə miqdarının vahidi mol beynəlxalq sistemdə əsas vahidlərdən biridir. Bildiyimiz kimi beynəlxalq sistemdə əsas 7 vahid vardır. Onlardan biz hansıları keçmişik? Təbii ki, uzunluq vahidi metr keçmişik, zaman vahidi saniyə keçmişik, kütlə vahidi kiloqram keçmişik və nəhayət indi isə maddə miqdarı vahidi mol olaraq keçmiş olur. Deməli, Na Avogadro sabitidir. Avogadro sabiti sabit bir kəmiyyətdir. Onun ədədi qiyməti var. Na Avogadro sabiti 6,2 vur 10 üstü 23. Vahid olaraq təbii ki, burada N-anı tapsaq N bölünsün nü olur və vahidi 1 bölünsün mol şəklində göstərilər. Təbii ki, bunu əzbərləməyə ehtiyacı yoxdur. Onsuz da məsələlərində özləri verəcəklər. Biz bu düsturdan N-i istəsək tapa bilərik. N molekullarının sayıdır. N bərabərdir. Nü vurulsun Na şəklində yaza bilərik. Bu birazdan bizə lazım olacaq bir
ifadədir. Sonra var şartlar. Burada molyar kütlə. Molyar kütlə nədir? 1 mol maddənin kütləsi molyar kütlə adlanır və molyar kütlə böyük M hərfi ilə işarə olunur. Böyük M bərabərdir. M0 vur N şəklində, NA şəklində daha doğrusu tapılır. Molyar kütlə 1 mol maddənin kütləsi deməkdir və molyar kütlənin vahidini bizdən soruşurlar. İmtahanlarda da bu düşə bilir. Molyar kütlənin vahidi M bərabərdir. Təbii ki, M kütlədir, vahidi kiloqramdır. Na isə Avogadro sabiti. Avogadro sabitin vahidi 1 bölümü oldu. O zaman molyar kütlənin vahidi kiloqram bölünsün mol şəklində belə deyək, tapa bilərik. Başqa bir ifadə, düstur sizlərə göstərmək istəyirəm. Deməli, burada qabın içərisində su var. Su da təbii ki, molekullardan təşkil olunur. Başqa maye də ola bilər, fərqi yoxdur. Bizdən soruşa bilərlər ki, bu qabda olan mayenin kütləsini təyin edin. Qabda olan mayenin kütləsini təbii ki, M hərfi ilə işarə edirik. Ölçmək lazımdır. Qabda olan mayenin kütləsini ölçmək lazımdır. Təbii ki, kütləni tərəzi ilə ölçürük. Amma burada bizə tərəzi yox. Tərəzi yoxdur. Bəs necə ölçəcəyik? Bizə nə veriləcək uşaqlar? Bir molekulun kütləsini verəcək. Bir molekulun kütləsini M0 ilə işarə edirik. Bir də bu maddədə, bu qabda olan molekulların ümumi sayını bizə bəllidir. Biz onu bilirik. O zaman maddənin kütləsini tapmaq istəyirsə, təbii ki, bir molekulun kütləsini molekulların ümumi sayını vuraraq rahat şəkildə biz nə edə bilərik? Təbii ki, tapa bilərik. İndi biz maddə miqdarının, bu N böl NA maddə miqdarının düsturudur, molekulların sayı ilə əlaqəli düsturudur. Bir də maddə miqdarının molyar kütlə və kütlə ilə əlaqəli təbii ki, düsturu vardır. Bəs o düsturu necə çıxarda bilərik? Təbii ki, o düsturu biz çıxartmaq istəsək, deməli, biz bu düsturdan M0 taparıq və yaxud da bu düsturdan M0 taparıq, gətirib burada yerinə də yaza bilərik və yaxud da başqa şəkildə də deyə bilərəm sizə. Baxın, mən nü bərabərdir. N böl NA-dır. Mən buradan N-i tapacam, buradan NA-nı tapacam. Gətirib burada yerinə qoyacam. Ən sadə üsul odur. Buradan mən N-i tapsam, təbii ki, N nəyə bərabərdir? M bölünsün M0-a bərabər. Bəs buradan NA-nı tapsaq nə olar? Buradan NA-nı tapsaq NA bərabərdir. Böyük M bölünsün, təbii ki, M0 olar. İndi həmən tapdığım ifadələri gətirib maddə miqdarının düsturuna nə edəcəm? Yerinə yazacam. Deməli, N-i yerinə yazacam. Böyük M bölünsün M0. NA-nı yerinə yazacam. Daha doğrusu, balaca M bölü M0. NA-nı da yerinə yazacam. Böyük M, yəni molyar kütlə bölünsün M0 yazacam. Təbii ki, buradan M0'ları ixtisar edəcək. O zaman nü bərabər nə olacaq? M bölünsün M olmuş olacaq. Deməli, maddə miqdarının maddənin kütləsi və molyar kütləsi ilə əlaqəli də düsturunu çıxartmış olduq. Nə oldu? Nü bərabər M bölünsün M olmuş oldu. Bu düstur da bizə təbii ki, lazım olacaq. Maddə miqdarının düstur deyəndə həm ağlımıza bu düstur gəlməlidir, həm də təbii ki, bu düstur gəlməlidir. Ondan əlavə olaraq, molekulların ümumi sayının tapılma düsturunu buradan mən sizə göstərmək istəyirəm. Necə göstərəcəm? Təbii ki, N bərabərdir. Nünün yerinə bu səfər M böl M yazacam. Nünün yerinə M böl M yazanda vurulsun təbii ki, NA yazırıq. Bax, bu da olmuş oldu nə uşaqlar? Molekulların ümumi sayının tapılma düsturu. Deməli, biz bu düsturlardan istifadə edərək istədiyimiz fiziki kəmiyyətləri belə deyək, tapa bilirik. Bax belə. Ondan əlavə burada var deməli, konsentrasiya. Konsentrasiya nədir? Vahid həcmdə olan molekuların sayına konsentrasiya deyirlər. Konsentrasiya balaca N hərfi ilə işarə olunur. Vahid həcmdə olan molekuların sayı o deməkdir ki, vahid həcm həcmi V şəklində göstərilir zaten. Molekuların sayını da N şəklində göstəririk. Təbii ki, N bölünsün V şəklində olacaq konsentrasiyanın düsturu. Və konsentrasiyanın vahidi olaraq N bərabərdir. N molekulların sayıdır. Molekulların sayının belə də vahidi olmaz, saydır bu. Həcmdir aşağıdakı fiziki kəmiyyəti V həcmdir. Həcmin vahidi isə metr kubudur. O zaman konsentrasiyanın vahidi bir bölünsün metr kubu şəklində nə edə bilərik, göstərə bilərik. Lazım gəlsə biz əlavə çıxarılışlar eləyə bilərik. Məsəl üçün deyək ki, yəni bu çıxarılışları uşaqlar mən burada yazıram, amma sizin özünüz də edə bilərsiniz. Burada bir problem yoxdur. Mən bunu 1 bölü V şəklində yazacağam. N-in yerinə bax bu ifadəni qeyd edəcəm. Bu ifadə nə idi? M bölünsün böyük M vurulsun NA şəklində yazacağım. Və burada M bölünsün V əmələ gəldi. Düzdürmü? M-i V-yə böləndə biz nəyə tapmış olurduq? Sıxlığı tapmış olurduq. O zaman bunun yerinə biz sıxlıq qoyanda
konsentrasiyanın növbəti düsturu sıxlıqla əlaqəli olacaq. N bərabərdir rho vurulsun NA bölünsün M şəklində nə edə bilərik? Yaza bilərik. Yəni bu düstur konsentrasiyanın belə deyək sıxlıqla əlaqəli düsturudur. Bunları silək. Əziz abituriyentlər, indi isə belə deyək, ideal qazın təzyiqindən danışacağam. İdeal qaz nədir? İdeal qaz real qazın kifayət qədər seyrəldilmiş bir formasıdır. Yəni məsəl üçün bu otaqda real qaz vardır. Biz bunu ideal qaza necə çevirə bilərik? Buradakı otaqdakı molekulların sayını kifayət qədər seyrəldirik, çıxardırıq. Nasos vasitəsilə burada olan molekulların sayını azaldırıq və minimuma endirik. Minimuma endirmək o demək ki, bu boyda otaqda düşünək ki, 5 dənə, 3 dənə molekul qalmış olur və həmin o 5 dənə, 3 dənə molekulun yaratdığı təzyiq, qaz, ideal qaz olmuş olur və ideal qazın təzyiqinin düsturları var. Mən o düsturları bir-bir sizin üçün göstərirəm. Bir-birindən çıxarmalar da var, ola bilmək lazımdır. İdeal qazın təzyiqinin düsturu P bərabərdir 3/1 M0 N V kvadratı şəklində göstərə bilərik. Bu birinci düsturumuzdur. İdeal qazın təzyiqinin düsturu. Burada P ideal qazın təzyiqidir. M0 bir molekulun kütləsidir. N konsentrasiyası V isə orta kvadratik sürətdir. Burada M0 vur N sıxlığı göstərir. Deməli, yazıram buradan. Rho bərabərdir M0 vur M. İndi təbii ki, soruşa bilərsiniz ki, axı sıxlığın belə bir düsturu yoxdur. Hər kəs sıxlığın düsturu olaraq M bölü V bilir. Bu necə olur? İndi bunu mən bu şəkildə sizə istəsəz izah eləyə bilərəm. Nə formada izah eləyərik? Deməli, buradan yazıram. Rho bərabərdir. M bərabərdir. Bayaqlar yazmışdıq. M0 vur N şəklində bir ifadə var idi. Buradan M0'ı tapıram. Gətirib burada yerinə yazıram. M bölünsün N-ə. Vurulsun. Konsentrasiyanın da özünün düsturu var idi. Nə idi uşaqlar? M bölünsün V-yə. Buradan təbii ki, N-lər ixtisar gedir. Yerdə nə qalır? M bölünsün V olur. Deməli, avtomatik olaraq biz bilirik ki, M0 vur N bizə nə verəcək? Sıxlığı vermiş olacaq. O zaman bu düsturda P bərabərdir 3/1. M0 vur N-in yerinə nə yazacaq? Təbii ki, sıxlıq yazacaq, rho yazacaq. Olacaq rho vurulsun V kvadratı. Bu da oldu ideal qazın təzyiqinin növbəti düsturu. İdeal qazın təzyiqi növbəti düsturu. Üçüncü olaraq ideal qazın təzyiqinin kinetik enerji ilə bağlı düsturunu göstərəcəm. Təbii ki, buradan çıxarılışını da istəyirəm ki, sizə yazım. P bərabərdir 3/1. M0 N V kvadrat. Mən bu ifadənin surətini də məxrəcində 2-yə vurmaq istəyirəm. Bu ifadənin surətini 2-yə vururam. Təbii ki, məxrəcini də 2-yə vuracam. M0 V kvadrat vur N bölünsün 2. Və avtomatik olaraq burada bir ifadə alındı. Bax, M0 V kvadrat bölünsün 2 təbii ki, bildiyimiz kimi nəyin düsturudur? Kinetik enerjinin düsturudur. O zaman ideal qazın təzyiqinin düsturu hansı şəkildə düşür? P bərabərdir 3/2 N, Y kinetik şəklinə düşmüş olur. İdeal qazın təzyiqinin bu 3 dənə düsturunu mütləq şəkildə bilmək lazımdır. Düsturlar biləndən sonra təbii ki, ilk işimiz düsturda olan fiziki əməliyyatların hansı fiziki əməliyyat olduğunu bilməliyik. Bir də təbii ki, qrafiklərini bilməliyik. Yəni ideal qazın təzyiqi nədən asılıdır? Biz birinci qrafikdən və yaxud da ikinci qrafikdən görürük ki, ideal qazın təzyiqi orta kvadratik sürətdən təbii ki, kvadratik asılıdır. Yəni mən bura rho bərabərdir konstant olaraq şərt qoya bilərəm və yaxud da M0N də zaten konstant olmuş olacaq. Sonra ideal qazın təzyiqinin düsturu, daha doğrusu ideal qazın təzyiqi asıldı təbii ki, sıxlıqdan. Bu ifadəyə görə görürük ki, ideal qazın təzyiqi sıxlıqdan necə asıldı? Təbii ki, düz asıldı. Bəs hansı şərtdə? V-nin sabit olduğu şərtdə V bərabərdir konstant şəklində yaza bilərik. İdeal qazın təzyiqi konsentrasiyadan necə asıldı? Təbii ki, ondan da düz mütənasib asıldır. Bəs hansı şərtdə? Təbii ki, kinetik enerjini gələk biz burada sabit götürək. Bəs ideal qazın təzyiqi kinetik enerjidən necə asılıdır? Yəqin ki, bunu da siz də görürsünüz ki, ideal qazın təzyiqi kinetik enerjidən necə asılıdır? Düz asılıdır və hansı şərtdə? N konstant olduqda. Bu oldu uşaqlar, ideal qazın təzyiqinin belə deyək düsturları. Bunları mütləq şəkildə bilməlisiniz. Bu düsturlardan istifadə edərək sizə verilən məsələləri yazmalısınız. Bu da onların təbii ki, qrafikləridir. Əziz abituriyentlər, indi isə temperaturdan danışacağım. Temperaturun ümumiyyətlə 3 dənə şkalası var. Ölçmək üçün temperaturun şkalaları vardır.
Dərəcə Selsi ilə ölçülən temperatur var, Kelvin ilə ölçülən temperatur var və Fahrenheit ilə ölçülən temperatur var və bu temperaturlar arasında təbii ki, əlaqələr mövcuddur. İndi isə bu temperaturdan danışırıq. Temperatur maddənin istiliyini xarakterizə edən bir fiziki cəmiyyətdir. Biz Lori dildə deyirik ki, deyək ki, su qaynardır deyirik, soyuqdur deyirik, yəni bəzən ilıqdır deyirik. Amma bunları fizika termin olaraq biz necə göstərməliyik? Deməli, bunun temperaturu çoxdur, bunun temperaturu azdır. Temperatur cisimlərin istiliyini təyin etmək üçün istifadə olunur. Enerji ilə ölçülən temperaturla Kelvin ilə ölçülən temperatur arasında əlaqə düsturu vardır. Bunu ilk dəfə Boltzmann müəyyənləşdirmişdir. Enerji ilə ölçülən temperaturla Kelvin ilə ölçülən temperaturun ifadəsi bu şəkildə göstərilir. Burada teta enerji ilə ölçülən temperatur, T Kelvin ilə ölçülən temperatur, K isə Boltzmann sabitidir. K Boltzmann sabitidir və Boltzmann sabitinin ədədi qiyməti var. 1,38-ə bərabərdir təbii ki, vurulsun 10⁻23-ə. Amma bizə onun ədəd qiyməti lazım deyil, çünki məsələlər həllərində mütləq şəkildə özləri verəcəklər. Amma bu K Boltzmann sabitinin mütləq şəkildə vahidini bilməliyik. Hər hansı bir fiziki cəmiyyətin vahidini təyin etmək istəyəndə mütləq şəkildə düsturdan istifadə etmək lazımdır. Düsturdan istifadə edəndə daha rahat təyin etmiş olursunuz. Məsəl üçün, mən düsturdan istifadə etdim. K bərabər teta bölünsün T olmuş oldu. Və teta enerji ilə ölçülən temperatur olduğu üçün demək vahidi jouldur. T isə Kelvin ilə ölçülən temperatur olduğu üçün vahid nədir? Kelvin. O zaman Boltzmann sabitinin vahidi təbii ki, nə olmuş olur? Joule bölünsün Kelvin olmuş olur. Bir maddəni qızdırdıqda, məsəl üçün düşünək ki, burada bir qabın içərisində qaz vardır, qaz molekullar vardır. Biz bunu başlayırıq qızdırmaq. Qızdırmaq üçün qızdırdığımız zaman ona isti miqdarı veririk və qızdıranda onun temperaturu nə edir? Artır. Və bu qabda olan qaz molekularının temperaturu artanda o sürətlənməyə başlayır. Sürət artdığı üçün qabın divarlarına vurduğu zərbələrin sayı artır. Dolayısıyla təzyiq nə edir? Artır. Yəni ümumiyyətlə qazın təzyiqi olduğu qabın divarlarına vurduğu zərbələr nəticəsində yaranır. Sən bu qızdıranda molekular hərəkət sürəti artır və zərbələrin sayı da artdığı üçün dolayısıyla qazın təzyiqi nə edir? Artır. Deməli, buradan belə bir nəticə çıxır ki, qazın təzyiqi həmçinin temperaturdan asılıdır. O zaman qazın təzyiqinin temperaturdan asıldığını ifadə edən düstur P bərabərdir NKT şəklində göstəriləcək. Bu, qazın təzyiqinin düsturudur və bu təzyiqin düsturundan biz görürük ki, qazın təzyiqi asılıdır. Onsuz da biz bayaq demişdik, konsentrasiyadan asılıdır. Təbii ki, burada gərək T-ni konusundan götürək. Bir də qazın təzyiqi təbii ki, asılıdır. Nədən? T, mütləq temperaturdan. Necə asılıdır? Təbii ki, ondan da düz mütənasib asılıdır. Dolayısıyla biz bilmiş olduq ki, qazın təzyiqi həmçinin nədən asılıdır? Temperaturdan asılıdır. Və qazın təzyiqinin temperaturdan asıldığını ifadə edən və kinetik enerjidən asıldığını ifadə edən bir ifadə var, düstur vardır. Deyək ki, biz həm qazın təzyiqinin düsturu P bərabər NKT olaraq bilirik. Bir də qazın təzyiqinin düsturu P bərabərli 3/2 NY kinetik olaraq bilirik. İndi mən bu iki düsturu bərabərləşdirərək kinetik enerjinin düsturunu təyin edə bilərəm. Yəni biz burada qaz molekullarını qızdıranda onun temperaturu artanda əlbəttə ki, o molekuların hərəkət sürəti artır. Molekuların hərəkət sürətinin artması nə deməkdir? Kinetik enerjinin də artması deməkdir. Gəlin indi o temperaturla kinetik enerji arasında əlaqə ifadəsini quraq. Bu iki düsturu mən bərabərləşdirsəm, o zaman yazıram. 3/2 NY kinetik bərabərdir. P-nin yerinə bir də nə yazıram? NKT yazıram. Buradan N'lər ixtisar gedir və biz buradan kinetik enerjini tapanda Y kinetik bərabərdir 2/3 KT. Deməli, bu düstur bizə nəyi göstərir? Bu düstur bizə onu göstərir ki, kinetik enerji temperaturdan asılıdır. Temperatur artırsa kinetik enerji artır, temperatur azalsa kinetik enerji neyinir? Azalmış olur. Və bu düstur bizə onu göstərir ki, mütləq temperatur sıfırdan balaca ola bilməz. Deməli, dərəcə Selsi ilə temperatur var, Kelvin ilə var və Fahrenheit ilə var. Amma mütləq temperatur, Kelvin ilə ölçülən temperatur maksimum alsa 0 Kelvin ala bilər. Yəni, mütləq temperaturla mənfi Kelvin deyə bir şey yoxdur. Amma təbii ki, dərəcə Selsi ilə mənfi vardır, Fahrenheit ilə mənfi vardır. Amma mütləq temperaturun ala biləcəyi ən kiçik qiymət 0 Kelvindir, mənfi ola bilmir. Niyə mənfi ola bilmir? Çünki kinetik enerji gərək mənfi olsun. Axı, kinetik enerji mənfi olmur. Kinetik enerji mənfi olmaması üçün, olmadığı üçün, deməli, mütləq temperaturda 0 Kelvindən aşağı ola bilmir. Və 0 Kelvin
Təbii ki, təbiətdə bu mümkün deyil. Çünki 0 Kelvin o demək ki, bütün molekulların hərəkət sürəti dayanıqdır. Və molekular hərəkət sürətinin dayanması həyatın olmaması deməkdir. Təbii ki, bu real həyatda bu mümkün deyil. Bəs 0 Kelvinə necə gətirib çıxarda bilərik? Təbii ki, bunu laborator şəraitində çıxarda bilərik. Laborator şəraitində soyudarıq, 0 Kelvinə gətirib çıxardarıq və 0 Kelvinə gətirib çıxardanda bu zaman molekular hərəkət sürəti nə etmiş olacaq? Təbii ki, dayanmış olacaq. Əziz şagirdlər, deməli biz dedik ki, temperaturun şkalaları var, dərəcə Selsi, Kelvin və Fahrenheit və bunlar arasında əlaqələr vardır. Bu əlaqələri mütləq şəkildə bilmək lazımdır. Çünki məsələlərdə bəzən məsələnin şərtini Selsi ilə verir, amma cavabı Kelvin ilə soruşur. Və yaxud da məsələnin şərtini Selsi ilə verir, cavabı Fahrenheit ilə soruşur. Deməli biz bunlar arasında bu əlaqəni bilməliyik ki, onları çevirməyə bacaraq. Öncəliklə Kelvin ilə dərəcə Selsi arasında əlaqəni qururam. Selsi ilə Kelvin arasında deməli bu Kelvindir. İndeksinə belə Kelvin yazıram. Bu da dərəcə Selsidir. Plus 273. Və yaxud da dərəcə Selsini tapanda, nə etməliyik? Təbii ki, Kelvindən 273-ü çıxmalıyıq. Baxın, deməli bu dərəcə Selsi ilə Kelvin arasında təbii ki, əlaqə düsturudur. Bu mütləq bilməliyik. Sonra var təbii ki, dərəcə Selsi ilə Fahrenheit arasında əlaqə düsturu. Biz dərəcə Selsini tapmaq istəyəndə T dərəcə Selsi bərabərdir 9-da 5, deməli T dərəcə Fahrenheit çıxılsın 32 yazmalıyıq. Və yaxud da ola bilər ki, biz dərəcə Fahrenheit tapaq. Fahrenheit bərabərdir 5-də 9 vurulsun T dərəcə Selsi üstəgəl 32 şəklində nə edə bilərik? Yaza bilərik. Bunlar da dərəcə Selsi ilə Fahrenheit arasında ifadədir. Məsəl üçün elə mən suyun donma və suyun qaynama temperaturlarının bütün bu şkalalarda göstərmək istəyirəm. Hər birimiz bilirik ki, su 0 dərəcə Selsidə donur və yaxud da buz 0 dərəcə Selsidə əriyir. Bunu da bilmək lazımdır. 100 dərəcə Selsidə qaynayır, amma dəniz səviyyəsindən söhbət gedir. İndi mən göstərirəm bir-bir sizə. Öncə dərəcə Selsi ilə göstərəcəm. Deməli, T bərabərdir 100 dərəcə Selsi. Bu suyun qaynama temperaturudur. T bərabərdir 0 dərəcə Selsi. Bu isə suyun donma temperaturudur. İndi biz bu 100 dərəcə Selsi ilə 0 dərəcə Selsini gəlin Kelvin ilə göstərək. 100 dərəcə Selsidə qaynayırsa, Kelvin ilə tapanda 100 üstəgəl 270 yazmış olacam. O zaman nə olmuş olacaq? T bərabərdir 373 Kelvin də qaynamış olacaq. 0 dərəcədə donursa, o zaman neçə Kelvində donacaq? T bərabərdir. Təbii ki, 273 Kelvində donmuş olacaq. Gətirib yerinə qoyduq ifadəni. İndi isə Fahrenheit ilə göstərmək istəyirəm. Əgər 100 dərəcədə qaynayırsa, biz burada delta T-ni yerinə 100 qoysaq, 100 ilə 5 ixtisar gedəndə qalacaq 20, 29-a vuranda 180, üstünə 32 gələndə 212 Kelvin. Fahrenheit daha doğrusu. Deməli, T Fahrenheit ilə tapmaq istəyiriksə, 212 Fahrenheit olaraq göstərəcək. Dərəcə Fahrenheit. Nəyi? Suyun qaynama temperaturu. Və suyun donma temperaturu neçə Fahrenheitdir? Təbii ki, su 0 dərəcədə donur. Bura 0 qoyanda təbii ki, 5-də 9-a 0-a vuranda eləyəcək 0, qalacaq 32. Deməli, suyun donma temperaturu bərabərdir 32 Fahrenheit-ə. Bunları mütləq şəkildə bilsəniz, rahat şəkildə tapa bilərsiniz. Bu düsturlarda mütləq əzbər öyrənmək lazımdır. Sonra bizdən nələr soruşacaqlar? Məsəl üçün, biz yaza bilərikmi T bərabərdir böyük T? Əlbəttə ki, yaza bilmərik. Çünki T ilə böyük T arasında 273 fərq var. Amma biz istəsək belə yaza bilərik. Delta T bərabərdir. Delta böyük T şəklində yaza bilərik. Yəni, temperaturların dəyişmələri dərəcə Selsi ilə və Kelvin ilə təbii ki, eyni qədər olacaq. Bunları mütləq şəkildə biz bilməliyik. Bax, bu düsturları da, bu ifadələri də bilməliyik. Sonra əlavə olaraq sizə bir ifadə bildirmək istəyirəm. Dərəcə Fahrenheit dərəcə Selsi ilə nə qədərdir? Deməli, T dərəcə Fahrenheit-in dəyişməsi bərabərdir 1,8 dərəcə
Selsiyə bərabərdir. Yəni dərəcə Fahrenheit-in dəyişməsi ilə dərəcə Selsiyin dəyişməsi arasında 1,8 fərq var. Bu ifadəni də bilsəz köməyinizə çatar, yaxşı olar. Dərəcə Selsi ilə Kelvin arasında dəyişmələr bir-birinə bərabərdir. Amma dərəcə Fahrenheit ilə dərəcə Selsi arasındakı ifadələr arasında 1,8 nə qədər fərq vardır. Bunu da mütləq şəkildə bilmək lazımdır. İndi isə əziz abituriyentlər, orta kvadratik sürətin düsturlarının çıxarılışını sizə göstərirəm. Bu düsturlar 5 ədəddir. Bunları mütləq şəkildə bilmək lazımdır. Orta kvadratik sürətin düsturları. Öncəliklə düsturları necə çıxaracağım? Bir-bir göstərəcəm. Deməli, kinetik enerjinin biz Y kinetik bərabərdir. Y kinetik 0 deyək də. M0 V kvadrat bölünsün 2 və Y kinetik bərabərdir. Deməli, 2-də 3 KT olaraq biz ifadəsini bilirik. Bu bərabərliklə, bu düsturların ikisini bərabərləşdirərək mən orta kvadrat sürətin bir düsturunu çıxardacağam. Bərabərləşdirirəm. M0 V kvadrat bölünsün 2 bərabərdir. 2-də 3 KT. Təbii ki, biz buradan nələr ixtisar edəcəyik? 2-ləri ixtisar edəcəyik. Və nəhayət buradan V-ni tapacağım. V bərabərdir. Kök altında 3 KT bölünsün M0 olaraq taparıq. Bu oldu bizim orta kvadrat sürətinin bir düsturu. Düsturları da belə dairəyə alacağım ki, əsas düsturlar bunlar. Sonra əlavə olaraq nə edəcəm? Əlavə olaraq həmən bu ifadədə V bərabər kök altda 3 KT, yəni kəsilin surəti ilə məxrəcini də eyni fiziki kəmiyyətə vuracağım. Hansı fiziki kəmiyyətə? Niyə vurduğumu da görəcəksiniz. NA-ya vururam. Soruşa bilərsiniz ki, niyə başqa bir fiziki kəmiyyətə vurmadınız? Niyə imenli NA-ya vurdunuz? İndi onu siz özünüz artıq burada görəcəksiniz niyə vurdum. Çünki mən burada aşağıda almaq istəyirəm ki, M0 vur NA nədir? Axı biz bilirik ki, bu molyar kütlədir. Yuxarıda da bir dənə K vur NA fiziki kəmiyyəti əmələ gəldi. Bu K vur NA fiziki kəmiyyəti yeni bir fiziki kəmiyyətdir. Ona deyirlər universal qaz sabiti R. Yəni R bərabərdir. K vurulsun NA şəklində biz bunu nə edə bilərik? Göstərə bilirik. R universal qaz sabitidir. Bunun da bir ədədi qiyməti var. Əzbərləməyə ehtiyacı yoxdur. 8,31-dir. Onun məsələlərini də özləri verəcəklər. Amma R universal qaz sabitinin mütləq şəkildə vahidini bizdən tələb edirlər. Soruşarlar. Biz özümüz buradan görürük ki, R universal qaz sabitinin vahidi K-nın vahidi Joule böl Kelvin idi. Və yaxud da Joule böl dərəcə Selsi də ola bilər. NA-nın vahidi 1 bölmə oldu. O zaman universal qaz sabitinin vahidi Joule bölünsün Kelvin vur mol şəklində də yaza bilər. O zaman biz artıq bu düsturu bu şəkildə də yazırıq. Artıq orta kvadrat sürətinin düsturu, növbəti düsturu V bərabərdir. Kök altda 3 RT bölünsün M molyar kütlə şəklində yaza bilərik. Bu oldu bizim ikinci düsturumuz. Oldu ikinci düstur. Növbəti düsturların da çıxarılışını göstərəm sizə. Buranı silək bizə yer qalsın. Növbəti düsturların çıxarılışı. Növbəti düsturları buradan çıxardacağım uşaqlar. Deməli, bizim belə bir ifadəmiz var idi. Təzyiqin ifadəsi. P bərabərdir 3-də 1 M0 N V kvadrat. Mən buradan V-ni tapsam, əlbəttə ki, V bərabərdir. Kök altında 3 P bölünsün M0 N yaza bilərik. Bu oldu bizim növbəti üçüncü düsturumuz. Ondan sonra davam edirəm. Düsturlar burada çıxardaraq göstərirəm sizə. V bərabərdir kök altında 3P bölünsün. M0 N təbii ki rhodur, sıxlıqdır. Mən bura rho yazaram. Bu oldu mənim dördüncü düsturum. Dördüncü düsturum. Beşinci düsturda bu şəkildə göstərəcəm. V bərabərdir kök altda. Rho M böl V'dir. Biz bilirik axı rho'nun düsturunu. M bölünsün V. Gətirib burada yerinə yazıram. 3P Rho'nun yerinə yazıram M bölünsün V. Bax bu da oldu mənim dördüncü düsturum. Deməli, orta kvadratik sürətin 1, 2, 3, 4 və 5 dənə düsturu var. Bu düsturlar mütləq şəkildə hər kəs bilməlidir. Bu düsturları biləndən sonra, təbii ki, bunların qrafikləri var. Qrafik, məsəl üçün, soruşur bizdən ki, yəni 1-2 dənəsini göstərəcəm. Deyək ki, orta kvadrat sürət P-dən necə asılır? Əlbəttə ki, bu düsturdan da baxsam, bu düsturdan da, o düsturdan da baxsam, görürəm ki, orta kvadratik sürət təzyiqdən kök altında asılır. Yəni, buradan da baxa bilərsən, buradan da baxa bilərsən, buradan da baxa bilərsən, fərq etməz. Sonra, orta kvadrat sürət həcmdən necə asılır? Məsələn, bu düsturdan baxıram ki, orta kvadratik sürət həcmdən kök altında asılır.
Soruşa bilər, orta kvadrat sürət sıxlıqdan necə asılıdır? Təbii ki, bu düsturdan görürəm ki, orta kvadratik sürət sıxlıqdan necə asılıdır? Təbii ki, tərs asılıdır. Temperaturdan soruşa bilər. Orta kvadratik sürət temperaturdan necə asılıdır? Orta kvadratik sürət temperaturdan kök altında asılıdır. Yəni ki, uşaqlar, siz bu qrafikləri əzbərləməli deyilsiniz. Qrafikləri düsturdan mütləq şəkildə çıxarış etməlisiniz ki, qrafikləri tapasınız. Yoxsa əzbərləmə olan şey deyil bu qrafiklər. Əziz abituriyentlər, bugünkü dərsimiz bu qədər. Bu dərsin davamını növbəti videoda çəkəcəyik. Bizi izləmədə qalın. Yorum yazmağı unutmayın. Kanalımızı izləməyi unutmayın. Sağ olun.